Bu reseptlə ballı tortun alınmama şansı yoxdur. Ona görə videonu yaddaşa verib izləməyi unutmayın. İndi isə keçək hazırlanma qaydasına. Qaba şəkər tozu, yağ, balı əlavə edib ocağın üzərində tam əriyənə qədər qarışdırırıq. Tam əriyəndən sonra sodanı əlavə edirik. Köpüklənəndə artıq ocağın altını söndürürəm. Qıraqda 5 ədəd yumurtanı çaldım. Üzərinə də ballı qarışımı əlavə edib, un əlavə edib yumuşaq xəmir yoğururam. Yoğurduğum xəmiri kündələrə ayırıb, oxley yardımı ilə un vasitəsilə yayırıb. Qıraq hissəsini qab vasitəsilə kəsirəm ki, səliqəli alınsın. Yağlanmış və üzərinə un səpilmiş soba listənin çöl hissəsində 150 dərəcədə bişirirəm. Bişirdikdən sonra yuxalarım tam soyuyanda arasını kremləyirəm. Kremin reseptini öncəki videoda var, oradan izləyə bilərsiniz. 6 saat qaldıqdan sonra bizim tortumuz hazırdır. Yumuşaq, çox ləzzətli, dadlı resept istəyirsinizsə, bu resepti yaddaşa verməyi unutmayın. Əgər videonu bəyəndiysəz, yorumlar hissəsində qeyd edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.